Salam uşaqlar, bu gün sizə OTK-nın 22 fevralda 9 siniflər üçün keçirdiyi sınavın izahını verəcəm ingilis dilindən. 56-cı sualda baxırıq. Deməli, birinci sizə mən necə bunu asan yaza bilərsiniz onu deyim. Notun sonunda s varsa, deməli birinci tərəfdə e artiklı, yəni birinci tərəfdə en artiklı ola bilməz. Daha doğrusu ikinci tərəfdə en artiklı ola bilməz. Ona görə B və D variantını çıxırıq. Yerdə A, Y və C variantı qalır. Biz bilirik ki, əgərlər isim təkdirsə və sayılandırsa, onun əvvəlində mütləq artikl olmalıdır. Bu da o isimlərdən biridir. Amma A və E variantında heç bir artikl yoxdur. Ona görə cavabımız D variantı olur. 57-ci sualda isə birincidə görürük ki, E artiklı gəlib, amma burada isə S var. Və bilirik ki, cəmlə tək ola bilməz. Bir yanlışdır. İkincidə isə information saymayan isimdir, amma sonunda S var. Ona görə nədir? O da yanlışdır. 6-da isə furniture S-dir. Sonunda S var. Sayılmayandır. Sonunda S var deyə yanlışdır. Ona görə cavabımız 3, 4, 5 E variantıdır. 58-ci sual isə kompleks obyektdən bir sualdır. Make və let feillərindən sonra biz nə olursa olsun, hansı formada da olur olsun, feilin birinci formasını verməliyik. Burada isə feilin birinci forması come B variantıdır. Çoxlar çaşıb C götürüb, amma cavab B variantıdır. 59-da isə deyir ki, sənin layihən üçün yaxşı sloqan lazımdır və bu sloqan elə bir sloqan olmalıdır ki, hamı xatırlaya bilsin. Yəni yadda qalan olsun. Necə? B variantı ki, doğru variantımızdır. Ondan sonra 60-cı sualda baxırıq. Biz bilirik ki, feildən sonra zərf gələr. Ona görə sonu birinci tərəfdə love feili var. Sonu elva ilə bitən variantları götürürük. A və B variantında isə, A və C variantında isə elva yoxdur. Amma ikinci tərəfə baxırıq. İkinci tərəfdə sim var. İstisna feillərimizdən sim, taste, fil kimi feillər var ki, ondan sonra biz sifət yazmalıyıq. Zərf yox. Cavab E variantı olur. Bəs desəz B niyə olmur? Biz bilirik ki, sifətin sonuna S o zaman artırırıq ki, onda həmin o insandan söhbət gedir. Burada bir hobidən, cansız bir şeydən söhbət getdiyinə görə E variantını götürürük. 61-ci sualda isə birinci hiyləri izah edəcəm. Vildən sonra B gəlməlidir deyə B variantı gedir. A, Y, C'nin hər biri inkardır. Bir dənə D variantı dəstəkdir. Deməli, doğru cavabımız nə olacaq? D variantı. Amma hilə ilə tapmaq istəmirsinizsə, tərcümə ilə tapmaq istəyirsinizsə, o bu gün yorğundur. Ona görə mütləq qısa fasilə verməlidir. Ona görə də cavab D variantı olur. 62-ci suala baxaq. 62-ci sualda chat dostcasına mesajlaşmaq, rəsmi olmayan mesajlaşma. Bu A variantıdır. Courage cəsarət deyir ki, təhlükələrlə və çətinliklərlə cəsurcasına döyüşmək qabiliyyəti. Üçüncüdə isə truth doğruluq. Deyir ki, bir fakt, reallıq, bir fakt və reallıq. Ona görə də cavabımız nə olur? 1A, 2B, 3C, cavab C variantı olur. 63-cüdə isə nə demişik? If tərəfdə will olmaz demişik. Ona görə E və C variantı getdi. Ondan sonra isə D variantında biri verb 1-dir, rain verb 1-dir, state verb 2-dir. B variantında rain verb 2-dir, stay verb 1-dir. Biz bilirik ki, ya verb 1 verb 1 olmalıdır, ya verb 2 verb 2 olmalıdır. Yəni verb 1 present simple, verb 2 də past simple'dır, bilirsiniz. Ona görə cavabımız nədir? Cavabımız A variantıdır. Ondan sonra nə edirik? Ondan sonra isə 64-ə baxırıq. Deməli, 64-də biraz çox çaşma olub. Sum təsdiq cümlədə işlənməz. Ona görə nə edirik? Sum'ı çıxırıq. 5-i çıxırıq. A və E variantı, A, E və D variantı getdi. Biz B və C variantı arasında qalırıq. 1 ilə 3-ü mütləq götürəcəyik. O doğrudur. 2 ilə 4-də qalırıq. Uşaqlar, everydən sonra of gəlməz. Ona görə də 2 də səhvdir. Cavabım burada B variantı olur. Bəs desəz, everyone tək xəbər qəbul edir. Finişi sonunda niyə S yoxdur? Uşaqlar, çaşmayın. Burada keçmiş zamandadır. Keçmiş zamanda heç bir şeyin sonuna S falan artırmırıq. 65-ci sualda isə birincidə everyone varsa tək xəbər olmalıdır. Yəni like-ın sonunda S olmalıdır. Üçüncüdə isə the news sonunda S olmağına baxmayaraq bu S cəm şəkilçisi deyil, onun öz kökündə olan S-dir. Xəbər deməkdir və təkdir. Ona görə R yox, is olmalıdır uşaqlar. 66-cı sualda isə yəni belə ilə 1 və 3 səhv olur, 2 və 4 doğru olur. Cavabımız E variantıdır. 66-cı sualda isə antonim istəyir. Humorous isə gülməlidir. Burada isə
Amusing, əyləncəli, entertaining, əyləncəli, cheerful, əyləncəli, funny də əyləncəli deməkdir. E variantı serious, ciddi deməkdir. Eni götürürük. 67 isə bizdən positive voice istəyir. Çətin versiya düşməyib uşaqlar. Sonu ed ilə bitib, ed, yəni keçmiş zaman şəkilçisi ilə bitib. Deməli bizə verb üstəgəl verb 3 lazımdır. A variantında verb-dən sonra been var. B variantında verb 3 deyil, verb 1 üstəgəl ing-dir. D variantında isə are var, heç verb yoxdur. E variantında isə verb-dən sonra being yazıb, ona görə o da səhvdir. Cavabımız nə olur? Cavabımız C variantı olur. 68-ci sualda isə bizdən nə istəyir? 68-ci sualda isə bizdən sinonimləri istəyir. Sinonimlər different, müxtəlif, various, fərqli, nervous, əsəbi, angry, əsəbi, essential, necessary də vacib deməkdir. Bunları götürürük. Frightened, qorxmuş, polite, nəzakətli, relaxed, rahatlamış, scared, qorxmuş, 3 və 4 isə antonimdir. Ondan sonra bura baxırıq. 69-cu testdə isə deyir ki, a professional company is looking for a new, comfortable and wide office. Deyir, professional şirkət rahat, geniş ofis axtarır. Ofis mütləq sakit ərazidə olmalıdır. Gündəlik və gündəlik iş minikləri üçün uyğun olmalıdır. Asan çatıla bilən ictimai nəqliyyata və modern, müasir avadanlıqlar olmalıdır. Avadanlıqlar tərcih eləyirik və deyir ki, biz elə bil sahibkarla maraqlanır ki, o deyir ki, bizə ofisini vermək istəyirsinizsə, bizdən daha çox informasiya üçün bizə zəng eləyin. Burada isə cavabımız B variantıdır. Deyir ki, ofis işlər üçün nə olmalıdır? Uyğun olmalıdır. A variantı niyə olmur? Deyir, kompaniya balaca ofisi axtarır və məşğul ərazidə olan ofisi axtarır. C variantla deyir ki, köhnə stil olan ofisi axtarır. D variantında isə deyir ki, kompaniya deyir ki, şirkət istəyir ki, ofisini kiraya verməyən sahibkarlar ondan əlaqə saxlasın. E variantında isə deyir ki, asan nəqliyyat əlçatan olmasın. İndi isə 70-ci suala baxaq. 70-ci sual isə yenə eynidir. Burada baxın, elə altına xətt çəkmişəm. Sunday, November 10th deyir ki, biz şagirdləri, müəllimləri və ailələri rəsmi açılış gündə hansısa bir mərkəzdə bazar günü noyabrın 10-u dəvət edirik. Elə D variantında da deyir ki, rəsmi açılış günü noyabrın 10-u olacaq. D variantıdır. Sonra isə gəlin tərcümə eləyək. Deyir ki, bu modern təhsil klubu sizlərə elm, həyat bilgisi dərsləri, dillər və rəqəmsal kitabxana deyəsən literacy, neysə digital literacy, o söz tam görəmədim, təklif edir və deyir ki, qonaqlar mütləq bizim yüksək texnologiya ilə təmin olunmuş sinif otaqlarımızı görəcəklər və bizim peşəkar müəllimlərimizlə maraqlı akademik proqramlar haqqında öyrənəcəklər. Yemək və içki servis ediləcək və həmçinin qeydiyyat endirimi də bu eventdə əldə olunacaq. Yəni bu tədbir davam etdiyi müddətcə endirim də olunacaq. A variantında isə deyir ki, endirim olmayacaq. B variantında deyir ki, gələn insanlar sinif otaqlarını görməyəcək. C variantında deyir ki, yalnız dil kursu açır. E variantında isə deyir ki, yəni burada C variantında yalnız burada dil keçir deyir, amma burada dil dərsi keçir deyir, amma burada elm və s. dərsi də keçirilirdi. E variantında isə deyir ki, bu ya ibtidai siniflər üçün elm keçirdi, amma heç burada ibtidaidən danışılmamışdı. 71-cidə isə deyir ki, 70-də cavabımız da oldu. 71-cidə də deyir ki,
Thank you so much for showing me around the city last weekend. Deyək, keçən həftə mənə şəhəri göstərdiyin üçün çox sağ ol. Ora çox gözəl idi. Sənin ailən çox möhtəşəm idi. Mən həmçinin mənə İtalyan dilini, sən həmçinin mənə əlverişli ifadələr öyrətdiyinə görə də təşəkkür eləyirəm. Beləliklə mən İtalyan dilində business tripdə olduğum müddətdə İtalyan dilində azca danışa bildim. Mənim Viyensədə çox möhtəşəm vaxtım oldu və mən tədbirdən həzz aldım. Trip yəni də həmin o business tripindən həzz aldım. Və burada isə cavab C variantıdır. Fred expressed his gratitude to Mr. Smith for his hospitality. Dear Fred ona Mr. Smith'ə onu gəzdirdiyi kimi və yaxud ona kömək elədiyinə görə təşəkkürlərini bildirir. A variantında isə deyir ki, Fredin ailəsinin yaxşı vaxtı oldu Viyensədə. Amma Fredin yox, Fredin ailəsi getməmişdi. Deyir, Fred Mr. Smith'in ailəsini görməmişdi, amma əslində görmüşdü. Deyir, your family is wonderful. Və D-də isə deyir ki, keçən həftə Mr. Smith business tripində idi. Mr. Smith yox, Fred Johnson tədbirdə idi. Fred was taught Italian for a long time by Mr. Smith. Deyir, Fred daha öncədən Mr. Smith'ə İtalyan dili öyrətmişdi. Yox, əksinə Mr. Smith Fred'ə bir neçəsin bu görüşəndə öyrətmişdi. Daha öncədən yox. Mətni oxumusunuz yəqin ki. Burada o ıspanağın insanı gücləndirdiyi mifdən danışırdı. 72-də cavab D variantı olacaq. Deyir ki, mətni əsasən doğru fikri tapın. The mistake was found before Popeye, yəni nəsə də bu kartun adını deməyim. Cartoons were created. Multfilmlər yaradandan sonra tapılmışdı. Yox uşaqlar, mətndə belə bir cümlə var ki, this idea even inspired the cartoons veya the sailor eats Spanish and becomes drunk at once. Deyir ki, bu ideya bu multfilm yaradan şirkəti də ilhamlandırmışdı. Deməli, ondan əvvəl yox, ondan əvvəl tapılmamışdı. 73-cüdə isə mətndə haqqındadır. The big myth about Spanish, İspanaq haqqında böyük mifdən, yalandan. 74-cüdə isə what was the main mistake in Eric von Wolf research? Deyir, bu alimin elədiyi axtarışda nə səhv idi? He put decimal point wrong. Cavab E variantıdır. O onluq nöqtəni yanlış qoymuşdu. Elə burada deyir. They found an important mistake, the decimal point. 75-cidə isə bizdən yanlış məlumat istəyir. Burada isə deyir ki, daha doğrusu 75-də bizdən doğru variant istəyir. Burada deyir ki, the false information about Spanish spread because it was. Deyir ki, yanlış məlumat tezliklə yayıldı. Çünki hamı inandı. Çünki bunu alim araşdırmışdı uşaqlar. Ona görə hamı inandı. Ondan sonra yox, bu əvvəlki sualdır. 76-cıda isə bizdən səhv məlumat istəyir. Deyirik ki, bu alimin işi heç vaxt yoxlanılmadı. Uşaqlar yoxlanıldı ki, səhvi tapıldı. Burada isə yoxlanılmadı deyir. Ona görə nədir? Səhvdir. İkincidə isə deyir ki, 1870-ci illərdə onluq kəsir səhvi tapılmışdı. Xeyr, onluq kəsir səhvi 1937-ci ildə tapılmışdı. 1870-lərdə yox. Ona görə 1 və 2 səhv məlumat olaraq onu götürürük. Uşaqlar, bu da listeningdir. Listeningdə də deyir ki, nə haqqda danışılırdı? The role of objects in people's life, obyektlərin insanların həyatında rolundan. Deyir ki, which of the following is mentioned as a reason why people keep old items. Deyir ki, insanlar niyə köhnə şeyləri evlərində saxlayırdılar? Çünki biz niyə bir şeylər saxlayırıq? People think they bring back memories. Çünki insanlar deyir ki, onlar xatirələri canlandırır da, geri gətirir. 79-da isə deyir ki, qırılmış obyektlər, daha doğrusu deyir ki, obyektlər telefonum söndü uşaqlar. Burada deyir ki, obyektlər nədir? Obyektlər negativ enerji verir. O zaman negativ enerji verir ki, onlar qırıqdılar və onlar istifadə edilməyiblər. Ona görə də burada 1 və 3-ü götürürük. Bizdən
doğru yanlış istəyir. Deyir ki, doğrular deyəcəm ya da yanlışlar deyim. Emotional connection with objects prevents us feeling comfortable. Deyir bizə rahat hiss etdirməyə, onlarla qurduğumuz emosional bağ bizə rahat hiss etdirməyə imkan vermir. Burada isə yanlışdır, imkan verir. 4-də isə broken are useless items boring because broken and useless items bring positive energy. Qırılmış və istifadəsiz şeylər, əşyalar nə edir? Pozitiv enerji gətirir. Əksinə pozitiv enerji yox, negativ enerji gətirir. Ona görə də bu da səhvdir. Digər ikisi də doğruydu zaten. Uşaqlar, esseni tam belə yazmamışam, amma nümunə olaraq götürə bilərsiniz. Esseni burada kimi yazmasam, bəzi dəyişikliklər etmişəm, amma esseydə baxa bilərsiniz. Uşaqlar, sağ olun, salamat qalın. Növbəti OTK sınaqlarında görüşənədək kanala abunə olmağı, like atmağı və paylaşmağı unutmayın. Bir də xəstə idim, səsimə görə də üzr istəyirəm.